bir telekanalın aparıcısı ehtiyatsız ifadəyə yol verib. Audiovizual Şurada çalışdığı kanal da tədbir görüb. Əslində söhbət bağlanmalı idi, ancaq yox, linç tam sürətlə davam edir. Konkret, az məlumat verir ki, bu sözləri Real TV-nin baş direktoru Mirşahin Ağayev Facebook hesabında yazıb. Bilən də, bilməyən də, başı çıxan da, çıxmayan da bir insana gözümüzün qabağında mənəvi terrora məruz qoymaqdadır. Hamısı cəsarətli çıxıb, belə həssasınsa, dəyər qədri bilənsinsə, hər gün milləti təhqir edən antigigiyenik Sevinc Osman qızı, Tural Sadiqli, Qənimət Zahid, Məhəmməd Mizəri, soyadını unutduğun Qabil, Manaf və sair kimi əsl ictimai məzəmətə, linçə layiq olan Zirzibil topasının üzərinə gedin, niyə susurdunuz? Niyə susurdunuz? Niyə susursunuz? Cəsarətiniz varsa, onlarla vuruşun, onları linç edin. Bu Zirzibil TV-lərin xalqımızı hər gün təhqir etməsinə susan dırnaviçi ziyallar. Özünüzü dırnaq içindən çıxarın, o yazıq qızı da rahat buraxın, yığışdırın bu düşük boşboğazlığı, deyə Mirşahin Ağayev qeyd edib. Qeyd edək ki, bir neçə gün öncə Kanal Sin aparıcısı Nigar Fərhadın efirdə işlətdiyi mənim oğlum olsa, mən onun atası olmayan qızı ala bilmərəm açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub, bugündən onun aparıcılığını etdiyi, sözün bitdiyi an verilişinin yayımı dayandırılır.